Aha, belə bax sizin deyim ki, bu tərəfdən dinləmək. Amma siz dinləməkdən başqa indi bildiyimiz Az Estetik Bəli. Az Estetik şirkətinin aparıcı nümayəndələrindən birisiniz, mən deyərdim. Və işinizdə mütəmadi olaraq yenə də deyirəm xanımlarlandır. Axı dinləmək bunun bir qolu sayıram mən. Demək sizi daha yaxşı tanıdığım üçün düşünürəm ki, təvazökarlıqdan danışmırsınız. Öz üstünüzdəki çalışmaları istəyirəm deyəsən. Yəni bu gün dinləyə bilmək bu gün hamımız baxırıq, amma görə bilmirik. Görə bilmək üçün müəyyən bir təkamülü keçmək lazımdır ki, sən görəsən. Onu istəyirəm siz danışasınız ki, biz bu gün xanımların da yollarına işıq sala bilək. Onlar da baxıb da görə bilsinlər. Deməli Aytən xanım, 2013-dən bugünkü günümüzə qədər hər zaman araşdırmaq, insan məndən ötürü hər zaman çox belə deyim də sirli varlıq olub. İnsanı araşdırmağı sevmişəm. İstər fiziki bədən səviyyəsində, istər ruhsal səviyyədə və bu araşdırmalarım sayəsində çatdığım bilgilər, öyrəndiyim bilgilər bəli, mənə ünsiyyətdə çox köməklik edir. Mən düşünürəm ki, zəmanəmizdə də, lap keçmişdə də olsun, bilginin vacib bilgilər var ki, ona ehtiyac var. Anlamaq üçün və anlatmaq üçün bizim bəzi bilgilərə ehtiyacımız var. İnsan beyninin potensialı hamıda eyni deyirlər. Amma eyni zamanda kim nə dərəcədə açır öz beyninin potensialını? Mən düşünürəm bizlərə araşdırma dəstək olur. Və biz ki araşdırırıq, yeni bilgilər əldə edirik və o bilgiləri müəyyən bir zaman çatır ki, sən öz üzərində işləyirsən və bir nöqtədə bilgilərini paylaşmaq istəyi yaranır. Sən özün o bilgilərdən ki istifadə edirsən, öz gücünə güc qatırsan, bu bilgini paylaşmaq istəyirsən ki, kimlərsə də o bilgidən yararlanaraq öz potensiallarını açsınlar.